Harda qaldı ya bu qıza ya? Bezdi mi? Nə olub həyatım? Əşi heç nə, neçə saatda evdən çıxa bilmədim. Qabları yu, paltarları yu, as, ütülə, anama çay ver, atama çay ver. Bezmə yığdılar məni boğaza. Vallahi qız olmaq çətin deyə. Vallahi inansa kişi olmaq da çətin deyil, bir şey deyil. Əşi nə danışsan, elə bilsəm kişi olaraq qalardım. Nana, sənə belə bir maraqlı sual. Bir günlük kişi olsaydın nə edərdin? Bir günlük kişi olsaydım, nə bilim maraqlı sualdı amma ağlıma heç nə gəlmir. Bəs sən nə edərdin? Mən olsaydım... Məhəmməd. Nə oldu? Orada olan oğlan mənə söz attı. Hansı oğlan? O qırmızı kofta. O qırmızı kofta, eyni kürək deyirsən? Qolları dənə boyda? Qulağı da qırıqdır. 100% güləşlidir, idmançı yoxşur. O deyirdin sən? Söz attı sənə. Söz attı. Fikir vermə, onun hamısı eşşeydilər. Gəl gedək. Adamlıqları yoxdur ki onların. Ata bezmişəm sizləri bizdən. Sən heç nə mənə lazım deyil. Nə maşının, nə evin, nə pulun. O da Məhəmməd hər şeydən yaxşı baxacaq mənə. Mən ev də alacaq, maşın da alacaq. Yaxşı da saxlayacaq. Bezmişəm bu qızdan. Bir dəqiqə, sən narahat ol da mənə. Atomdur. Nədir atomun adı? Akif. Akifəm eşidirsiniz siz məni. Mən qızımızın sevgilisiyəm. Mən pol xiyarım, mən hardan alıram onları? Mənim əlimdəki şalvar bizi nəsillikcə keçib. O da ondan qalmış şalvarı giyinirəm mən. Mən hardan alıram, özüm alan lazım. Akifəm gəl apar qızım burada. Ana bax, cəmaatın başı gedib. Gör yanında sevgilim var. Yenə deyən baxır. Nəyə baxsın hə, qoyun. Quru safiqə yoxşur özdə. Qardaşım deyir. Məhəmməd, biz ayrılmalıyıq, yəni belə alınmır. Niyə eləməm, nə olur? Anormal hərəkətlər eləyirsən, gec-gec səslər çıxardırsan, məni biabır eləyirsən hər yerdə. Bu sənə niyə anormallıq gəlir ki? Mən sadəcə pozitiv biriyəm, deyib gülməyi sevirəm. Ay yaxşı sən Allah, bir də məni axtarma. Ləman, bir dəqiqə deyən. Nədir? Üzün də təmizdir. Sən lazerə gedirsən? Yo, özüm qırxıram, özüm. Mənim babam kəndi köhnə qoyun qırxan olub. Kəndi bütün qoyunlarının özü qırxan. Ötəkəvə deyil.